İlk Cahangir Hüsemov'la bak bu baş toplan yerde doğru çiçek. Orada bu rahmetli Cahangir Hüsemov oradan əməliyyata rəhbərlik edir. Artilleriya Grad iki tane top bak o iki dağın arasında yerleştirilmişti orada. Bu demir stolbanın yukarı tarafı. Ermənilər oranı görə bilmir. Bir de O yukarı təpələrdə də. o tepelerin arkasında. Bir de Grad qurğusunun biri Qızıl Torpaqda dağın döşündə yerləşdirilmişdi. İndi yəni belə paylanmış da hamısını da deyə bilmirəm harda nə yerləşdirilmişdi. Əsas səsdə bax buradan gedir. Bu elin alt tərəfində böyük taxıl zəmisi. İndi taxıl zəmisinin əsası biraz yuxarı qaldır telefonu. Orada taxıl zəmisi görsünür. Bildim də deyirəm Bax. 100 nəfərdən artıq. Yox, 100 nəfərə qədər, 50 nəfərə qədər buradan bu taxıl zəmisinin içi ilə getdi. Bir istiqamətdə, bax o dağın arasından Başkəndə doğru getdi. Üçüncü bir istiqamət, Qazaxdan gələn, Kovuzdan gələn o dağın arası. Amma əsas zərbə qüvvəsi buraydı, bir də o dağın arasıydı. Bax belə Cahangir Hüsemov rəhmətli əməliyyata rəhbərlik elirdi, bax o göstərdiyim yerdən. İndi təbii ki, mən də onun yanında. Bax belə də Başkənd, bax o görsənən yer. İndi ora gedirik. Ayaqqabı fabriki var idi, texnik peşə məktəbi var idi, başqa bir şeylər var idi. Yəni ermənilər ora böyük sərmayə qoymuşlar. Bax, onun yanında burada Başkənd əməliyyatına itki vermədən 6 ya 7 yaralı ilə Başkənd götürüldü. Ermənilər orada çoxlu silah-sursat tank qoydu qarşıda. İndi gedəndə orada qalanını da orada danışacaq. Bu da Başkənd Gölü. Burada da tikili var, bax belə. Dağın arkasında biraz var. O uzaqda görsənən yerdə. Hə, uzaqda görsənən yer, hansı o ağaçlı olan yer. Bax, orada tikili də var, təkəm seyrək. Bura başında dağıntıları da görsənirdi. Bütün bu gördüğün yer hamısı Başkəndin ərazisi. Az qala Gədəbəyin əkinə yararlı torpaq sahəsinin 20%-ni. Oxu mən sənə göstərdiyim yerdən bəli hamısı Başkəndin ərazisi. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.